Salam əziz dostlar, əziz izləyicilər. Biz zaman-zaman vətəndaşların problemləri ilə yaxından tanış oluruq, gedirik, çəkirik. Amma xüsusi bir dəvətlər ki var ki, orada maksimum dərəcədə bütün işlər arxa plana çəkilir. Biz o çəkilişlər mütləq həyata keçirilməlidir. Çünki şəhid ailələrinin dəvəti, şəhid ailələrinin müraciəti bizim üçün önəmlidir. Mənim çox dəyər verdiyim və hörmət elədiyim Eldar əmidir. Eldar əmi mənə zəng elədi təxminən bir ay bundan qabaq. Elnur Şükürov avqust ayının 1-də mənim oğlum Əliyev Aslanın il dönümüdür. Xahiş edirəm gəlib burada iştirak elə. Mən dedim ki, mənim gözüm üstə. Söz yox, təxminən bir 20 dəqiqə gecikdim, amma üzrxahlıq elədim, təkrar bir deyirəm. Xoş gördük Elnur əmi. Hər vaxtınız xeyir olsun. Çox sağ ol Elnur müəllim. Allah köməyiniz olsun, var olun. Mən də sizi bu məclisə görmək mənim üçün ən böyük bir şərəfdir. Borcumuzdur. Mən sizi dəvət eləməkdə, yəni bir neçə dənə, tək elə mərasim yox, mənim içəridə olan daxili sırrımı, daxili o mənə verən əziyyət var ki, içəridə, onu heç mən deyə bilmirəm. Və mən qərara gəldim ki, onu sizdən bölüşəm. Mənim köməkim siz olasınız. Mənim, yəni şəhidimin adını, sanını işıqlandırmaq üçün mən təkrar sizdən ağsaqqal kimi xahiş edirəm. Məktəbə uşaq gedir, onun oxumasın, onun ağlının, kamalının qiymətini müəllim verir. Peki bir təqdimat verəsən, sonra başlayaq. Özlüyü təqdim elə, şəhidimizi təqdim edib, qoy tanısınlar. Mən Cəlilabad rayonunun Mikail Sovetli sakiniyəm. Orada doğulub böyük baş çatmışam. Əliyev Eldar Heydərxanoğlu. Oğlum Əliyev Aslan Eldaroğlu 2007-ci ildə Ağdamın işğal olunmuş torpaqları uğrunda, yəni Azərbaycanın torpağının işğal olunmuş ərazisi bütövlüyündə canından, qanından keçmiş bir əskər olub. Tək başına o yeri, o postu, yüksəklikdə olan postu mənim oğlum tək başına bayaq göstərdim. Baxdınız, qulaq astınız, eşitdiniz. Yəni mənim oğlum belə şəhid olub. Mən şəhidim üçün, mənim yox, bütün Azərbaycanın şəhidi üçün mən Aslan Əliyevin adının verilməsi, onun orden medalının verilməsi, mən birinci dövlət başçısından xahiş edirəm. Çünki dövlət başçımız yəni alicənab bir insandır. Bəli. Amma ondan aşağı olanlar nəysə umur, nəysə küsür, nəysə nə bilim, nə problemlər var bilmirəm ki mən. Amma mənim oğlumun adını mən Mehriban xanımdan, mən cənab prezidentimdən xahiş edirəm ki, araşdırılsın, mənim oğlumun adını verilsin, orden medalını verilsin. Mən kətdə oxuduğum məktəbdə mən onun adına o məktəbə almaq istəyirəm. Deməli, şəhid Əliyev Aslanın adının əbədiləşməsini istəyirsən. Bəli, mənə nə lazım? Mən dövlətdən pul istəmirəm, para istəmirəm. Mənim oğlumun necə şəhid olmasın, araşdırılsın, qiymətini verilsin. Mən Gəncədə, yəni quru qoşunların komandiri, yəni Hikmət Müzeyev cənablarının yanına mən getdim, ancaq onun qəbuluna düşəlmədim. Onun mavini, köməkçiləri məni qəbul edər. Və mən oğlumun haqqında ona söhbət elədim. O başım belə buladı ki, yəni belə bizim əskər olubmu? Mən bunda olan sizə göstərdiyim sənədləri o adama göstərdim. O adam dəli oldu. Dedi, bu qəhrəmana layiq adamdır bu. Və onlar 190 sayılı hərbi hissəyə sənəd göndərdi. Onlar hərbi hissə göndərdi yuxarı. Amma hara getdi o sənədlər? Kimə getdi o sənədlər? Niyə bu cavab yoxdur? Axı, mənim gözüm yoldadır. Mən oğlumun adını istəyirəm. Nə qədər sağam, mən istəyirəm ki, mənim oğlumun ordeni verilsin, medalı verilsin, mənim oğlumun adı əbədiləşdirilsin, mənim oğluma ad verilsin də düzgün, təmiz. Mənim oğlum nə Poladımdan, nə mübarizimdən, nə Fəridimdən, nə obasından geri qalmadı. Geri qalmayıb. Çünki bu adam, bu insan tək başına, hansı ki o postu alanda bizim şəhidlərimiz olub, bizim yəni qazilərimiz olub o posta görə. Tək başına onu saxladı, vermədi ermənilərə. Yəni bunun adını verir də, bunun mən adını istəyirəm də, qurban olun. Bu məktəbin adı verilsin, mənim nəvələrim, nəticələrim, oğlanlarım bilsin ki, bizim qardaşımız necə şəhid olub? Harada şəhid olub? Nətər şəhid olub? Axı, dövlət başçımız hər kəlməsində deyir ki, şəhid ailələrinin yanının arxasında kömək olmaq lazımdır, durmaq lazımdır, ona yardım eləmək lazımdır. Yaxşı, bu, mənim prezidentim bu sözü deyirsə, sən niyə mənə kömək eləmirsən? Niyə mənə yardım əli uzatmır demirsən? Səndən mən nə istəyirəm? Pul istəmirəm, para. Mənim oğlumun adını ver də, qardaş. Orada medalını ver də, qurban olun. Mən üzümü tutub, yəni cənab prezidentimə xahiş edirəm. Quru qoşunların komandiri, yəni mənim oğlumun komandiri, Hikmət Müzeyevdən. O gözəl insandır.
O bizim yerlidir, Biləsuvardandır da o. Tamam. Mənim oğlumun adını versin. Düzgün adını versin. Orden medalını versin. Heç bir orada medal yoxdur. Bir dənə yəni ölümündən sonra verilib, yəni o da fərqlənməyə görə. Döyüşdə fərqlənməyə görə verilib. Sonra getdi. Qardaş, mən oğlumun adını istəyirəm də. Əvəzləşdirilməni istəyirəm də. Tamamilə doğrudur. Mənim gözəl qardaşım, gözəl insan, gözəl Azərbaycanın düzgünlüyünü ortalığa çıxardıb təmsil edən mənim qardaşım oğlum. Mən sizdən xahiş edirəm ki, bunu araşdır, bir qardaş olaraq, qardaş oğlu olaraq araşdır, mənim oğlumun adını ortalığa çıxar. Mən söz verirəm ki, bu məsələ öz əlindən tapana kimi lazım olacaq ayda bir dəfə, həftədə bir dəfə. Siz nə bax, deyəcəksinizsə biz gələcək çəkib, işıqlandıracaq. Mən buradan fürsətdən istifadə edib rayon icra hakimiyyətlərinə də müraciət edirəm. Cəlilabad rayon icra hakimiyyətinə, Qaradağ rayon icra hakimiyyətinə ki, bu məsələdə Əliyev Eldar əmiyə hər kəs öz vəzifəsinin imkan verdiyi qədər dəstək olsun. Biz də mətbuat olaraq sənin yanındayıq, əlimizdən gələni edəcəyik. Belə, əziz dostlar, yayımlarımız davam edəcək. Əliyev Aslanın adının əbədiləşməsi, eyni zamanda Əliyev Eldar əminin tələbləri yerinə yetirən kimi bizim yayımlarımız davam edəcək. Sağ olun, sağlıqla qalın. Allah köməyiniz olsun. Mən də sizə minnətdaram, qardaş. Sağ olun, borcum. Elmi müəllim, çox sağ ol. Zəhmət çəkdin, Əzərbaycan gəldin. Mənim məclisimdə iştirak, mənim yox, şəhidimizin məclisində iştirak edin. Mənim üçün dünyanı verdiniz mənə. Borcumuz, yəni sağ ol. Çox sağ ol, var ol. Allah köməyiniz olsun.